Son vaxtlar apteklərdə dərmanların qiymətində nəzərə çarpan artım müşahidə olunur. Bu bahalaşma insanların gündəlik həyatına və onların sağlamlıq xərclərinə birbaşa təsir edir. Xüsusilə daima dərman qəbul edən və yaşlı vətəndaşlar üçün bu vəziyyət daha da çətinləşir. Dərmanlarda bahalaşma xüsusilə gündəlik istifadə olunan ağrıkəsicilər, təzyiq və şəkər dərmanlarında müşahidə edilir. Əczaçılar isə qiymət dəyişikliyini bir neçə səbəblə əlaqələndirirlər. Dərman qiymətlərində çox güclü olmasa da müəyyən artımlar olur. Daha çox vitamin tərkibli dərmanlar, ağrıkəsici, bəzi antibiotik dərmanlar. Və sizin fikrinizcə bahalaşmanın əsas səbəbi nə ola bilər? Əsas səbəbi ixalçı məsələləri, bir də gömrük məsələləri və şirkət daxil məsələləri. Artımların fonunda müalicə xərcləri bəzi vətəndaşları çətin vəziyyətə salıb. Həkimlərin təyin etdiyi preparatları almaqda çətinlik çəkən də var, daha ucuz alternativlər axtarmağa məcbur olan da. Son zamanlarda bəli, müəyyən qrup dərmanların qiymətində artım müşahidə edirəm bir istehlakçı kimi. Düşünürəm ki, qiymətlərin qalxması ölkənin iqtisadi rifahına təbii ki, mənfi təsir göstərir. İnsanlar az büdcəli insanlar xüsusilə alternativ dərmanlara üz tuturlar ki, onların da keyfiyyəti aşağı olduğuna görə bu müalicə müddətinin daha da uzanmasına səbəb olur. Qiymətlər hiləsi böyüdür, qiymətlər çox belə deyilər, ağla batan böyüdür. Bu bir. İkincisi də ki, o qiymətdən də əlavə əsas bilirsiniz nədir? Bu insan ki, dərmanı qəbul edir, bilsin ki, o dərman ona xeyirdir. Biz ki, bu söhbətləri eşidir ki, Türklər Germaniyadan dərman alır. Mütəxəssislər hesab edir ki, dərman bazarında qiymət artımı davam edərsə, bu insanların vəziyyətini daha da ağırlaşdıra bilər. Xəstələrin içərisində ürək xəstələri var, təzyiq xəstələri, qan təzyiqi xəstələri var, şəkərli diabetli xəstələri var, nevroloji problemlər olan xəstələr var ki, ömrü boyu dərman atmalıdırlar. Və bu situasiyaların həlli ilə bağlı ilk növbədə fikirləşmək lazımdır ki, dərman maddələrinin əlçatanlığı heç olmasa bu cür xəstələr üçün təmin edilə bilsin. Dərmanların bahalaşması indi təkcə tibbi məsələ deyil, sosial problemə çevrilib. Qiymətlərin necə və nə zaman sabitləşəcəyi isə hələlik bəlli deyil.